Xoş gördük dəyərli Avtosaz izləyiciləri. Yeni bir məlumatla, yeni bir xəbərlə qarşınızdayım. Xəbərə keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənin, abunə olun. Məhz bu xəbərlə bağlı fikirləriniz maraqlıdır. Şərh yazmağı da, fikirlərinizi bildirməyi də unutmayın. Deməli, paytaxtın 8 nöqtəsində ağıllı işıqforları tətbiq olunur. Söhbət 8 nöqtədə deyəndə kəsişmələrdən gedir. İndi biz hazırda Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindəyik. Burada fikir verirsinizsə, ənənəvi işıqforlara bənzər bir işıqfordur, amma nisbətən vizual görünüşü digərlərindən fərqlənir. Amma burada daha bir diqqət yetirməli olduğumuz bir məqam var. Fikir verirsinizsə, işıqların üzərində kameraya bənzər bir cihaz var. Əslində bu cihaz görüntü ötürmür. Bu cihazın funksiyası ondan ibarətdir ki, bu kəsişmədə həm Azadlıq prospektində, həm də Cəfər Xəndan küçəsində hər iki istiqamətin birində ciddi tıxac yaşanarsa, ciddi problem yaşanarsa, anında həmin cihaz hərəkəti nizamlayır. Yəni tıxacın olduğu küçəyə, tıxacın olduğu prospektə yaşıl dalğa rejimini tətbiq edir. Yəni yaşıl işığın vaxtı uzanır. Yəni həmin tıxac yaranan küçədə artıq intensivli yardır. Beləliklə də tıxac yaşanmır. Əslində bu sistem hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində, şəhərlərində tətbiq olunmaqdadır və mövcud təhlil onu göstərib ki, ciddi tıxacların yaşandığı istiqamətlərdə, şəhərlərdə və ölkələrdə məhz bu ağıllı işıqfor sistemi tıxacları 15-30%-ə qədər azaldıb. Maraqlıdır, görəsən paytaxtın müxtəlif ünvanlarında hazırda sınaq məqsədi ilə tətbiq olunan bu ağıllı işıqfor sistemi doğrudan da tıxaclara bir əncam çəkə biləcək, kifayət qədər bir effekti olacaqmı? Gələcəkdə effektli olarsa, kifayət qədər o gözləntiləri doğruldarsa, məhz bu ağıllı sistem bir çox kəsişmələrdə tətbiq olunacaq. Beləliklə də burada əsas məqsəd paytaxtın o ciddi tıxaclarını minimuma endirməkdir. Maraqlıdır, görək, gözləyək, görək bu sistem nə dərəcədə özünü göstərəcək. Daha bir məlumat da vermək istəyirəm ki, həm də bu yeni sistem, yeni ağıllı sistem ondan ibarətdir ki, təkcə kəsişmələrdəki, küçələrdəki tıxacları nizamlamaqla kifayətlənməyəcək. Həmçinin həmin kəsişmələrdə hər hansı bir qəza baş verərsə, nəqliyyat vasitəsi nasaz vəziyyətdə olarsa və yolun ortasında dayanıb hərəkətə mane olarsa, anında həmin sistem yaşıl işıq dalğasını yenidən işə salacaq və intensivliyi artacaq və beləliklə də əraziyə gələn aidiyyatı qurumların əraziyə gəlişi və eləcə də o maşının buradan götürülməsi daha rahat olacaq. Bir məqamı da vurğulamaq istəyirəm ki, ağıllı sistem faktiki olaraq hazırda o 8 nöqtədə quraşdırılan bu ağıllı işıqfor sistemi yalnız avtomobillər üçün nəzərdə tutulmayıb. Həmçinin piyadaların hərəkəti üçün, təhlükəsiz hərəkəti üçün də bu işıqfor sistemi, yeni ağıllı işıqfor sistemi tətbiq olunmaqdadır. Gözləyək və müşahidələrimizi aparaq görək, bu işıqfor doğrudan da gözləntiləri doğruldacaqmı, yəni öz effektini göstərəcəkmi? Bəli, izləyirik və maraqlı məlumatlarımız olacaq. Təkcə bu işıqforla bağlı deyil, daha maraqlı videolarımıza gələcək. Bizi izləmədə qalın, Avtosazda qalın və belə maraqlı xəbərləri anında bizdən öyrənin.